bugün aktiyonlukla bağlı Park Bulvardayıq. Yalçın Çoban Yıldızı Akademiyasına gəlmişik. Orada Sabah programımız olacaq. Bazar günü saat 2'də Park Bulvarın 1-ci mərtəbəsində göstərişimiz olacaq. Gəlin. 3 səhifə. 3 səfər indi burada ssenari öyrənirik və eləyəcəyik. Və eləyəcəyik və 15 dəqiqə vaxtımız var və prova edirik. Yox, yeri İstəyəm. Sabah Park Bulvarda hamımız bizim səhnəmiz olacaq. Gəlməzsiniz. Çox şey olacaq. Hafif, fıkır ama Kerem'in hareketleri yüzünden kendini yanına ajan hisseden en zekalı. Yarın gelecekler elini kalmasın. Yarın gelecekler elini kalmasın. Evet. Bir tərəfdən çıxdı. Sonunda öldük. Məlmət. Gözlə. Mənə 6 yaşında falan sanırlar. Çünki balacasan, dən boyuna baxıram. Siz uşaqlar mənə belə xatırlayın. Aramızda sadəcə neçə boyun neçədir? 1.63. Ne ara biraz küçük oldu? Aramızda sadece 43 santim fark var. Sadece 43 santim fark var. Yani böyle bir boyum yok mu yani? İsyan, halkın adalet istiyor. Ve değiller ki sen bu bazı boyunla necə qışqıra bilir. Qışqırıq hamı da olur da yani. Nəysə, sabah yəni bazar günü saat 2-də bizim şənlik başlayacaq. Şənlik nədir? Teatr kimi bir şey. Teatr olacaq. Teatr. Güldür kimi bir şeydir. Ona hazırlaşırıq və Sesimiz getdi bu arada. Ay, sesimiz getdi bu arada. hocamız da Yalçın hocadır. Yalçın. Mən səhvən bilsiz nə demişim? Çobana Yıldız. Səhvən Çobana Yıldız. Çoban Yıldız bu videonu görürmüş. Akademiyanın adı Çoban Yıldızıdır. Çoban Yıldızıdır. Adı Çoban Yıldız değil. Çoban Yıldızıdır. Bunun da adı Yalçın Çoban. Daha tərsinə. Hə, Yalçın Çoban bu videonu görürmüş. Bizə direkt Biz provadan falan çıxdıq, 4 saat Çox kəsdik. rahatladıq. Yalçın hocanın ad günü idi, 4 də kəsdik. Mələyə görə belə tutmalı oldum. Hə, indi zaten bulvardaydıq da, Bulvarı sahildəyik. İndi gəl buraları gəzəcəyik. Palet eləməyin, analarımız qabaqdadır, bizim kimi bəstə olublar. Biz özümüzü elə aparaq ki, analarımız adımız heç nə yanımızda yoxdur. Biz bu bit qədər boyumuzdan özümüz gəzirik. Palet eləməyin. Həyatlar və həyatlar. Nəysə, gəzək belə. Bit qədər boyumuz olanda, yəni Emirana qəsd eləmirik. Keçək. Məsələn, saat deyirlər, 2 dənə ana yazılar, bu bəlli olmur. Ay, çiçəklərə bax xada. Ayda. Sən kimi gözəldin. Şey deyirəm. Ay, həqiqət çox qəşəngdilər. Bir ara belə bir dənə gül yeri vardı. Vloggerlər bunları pis günə salmış deyə. O deyəsən 28. Bu ne ya? Atmısan. Allah cezanı vermesin. Ədə getdi. Kəndçi olduğunu demeden göster. Ədə getdi. Takipçilərin deyəcək ki, bunu kim səy? Gələcəkdə deyəcəksən ki, mən nə yaxşı mələklə videolar çəkmişəm. Çünki gələcəkdə xollu videomuz olacaq. Hepsi benim gibi var. Çox şey olur. Manifestdən 2 dənə üye oxşadılar. Oo, geçiş oldu. Oha. Hilal da abartırlar. Yox, abartmırlar. Onu yerində abartırlar. Sabah bazar günü üçün gəlin. Tamam mı? Bak. Araya Bolt reklamı kimi girdim. Oy. Bazı gecelerde düşerdi ya. Sabah saçımı fenleyeyim.
Fenomen, sənin səsin çox gözəl. Muz, bilirsən, mən sənə bir dənə saç stil atacağam. Məncə onu eləyə bilərsən. Səndə şeylər var, saç kremləri falan. Muz var. Muz var. Saç spreyi var. Hə, tamam. Böyüklərlə... Sizcə açıqlı qəşəkli yoxsa açıqsız? Hər ikisi də. Birini seçin də tam. Şapşik. Açıq. Bayılırım, ayağımın üstü yıkılırdım. Bunun üstüne dedim, bu da korktu. Dedim bu ağır bir şey nədir belə? Elə bildim ayı zat çarp diye. Abart istiyorsun. Mənim rəvayətlər. İndi bu balacadır, ona göre olabilir. Nə balıdır diye. Çocuk Yalçın balacadır. Hoca da beni balacısı. Mənə dedim bu boyda uşaqdan nə səs çıxacaq. Nedir oldu? Yaxında gəlmişdim ki, makyaj malzemələri aldım. Və mən bunu hər bir insan kimi getdim. Jojo-la ya da Chrome-a yaza bilərsiniz. Sen seçende ben düşmürəm, çok balacasın. Yazdım, dedi ki, çox hamı sənə hörmət eləyəcək. Sonra necəyim? Hər əziyyətinin bəhrəsini görəcəksən. Ya bu BSG-yə görədir, ya da bura görədir. Xəyalımdır ki, bir adam saxlasın, fotoğraf çəkərlər izləsin. Hem bunda TikTok, məndə də YouTube üzerinden de olabilir. Hem de ikimizde de ortaklı olarak aktrisalık üzerinden de olur. Ama biri de yapmıyor be. O burada aktyor. Onu söyleyemiyoruz maalesef. 2023. yıldan kalma zarafat. Buna bakışıydı. Ayamıyor. Benim de. Ama biz bir emmismasına gelirik bitir diye. Uca evdeydik belki de. Abarttım biraz. Neyse Videonun dostlar. sonuna geldik. Ben bir saattir anılarımı danışarak videonun sonuna geldi artık. Ge- Sabah ara- gözləyirəm sizi. Sabah gözləyirəm. Əgər gəlməsə o boyda əziyyət çəkmişəm. Evə gedəcəm bunun xətrinə onu oxuyacağam. Mən həmişə yolda oxuyuram öyrənəm bu arada. Neyse de sağ ol. Neyse, Kanala sağ abone ol. ol, video bakın. Yazmayın. Bye bye.